Doktor, yuxusuzluq nə məsələdir? Sami bəy, yuxusuzluq insan üçün Allahın insana verdiyi nömrə 1 sağlamlıqdır. Yəni, bütün xəstəliklərin mənbəyində yuxusuzluq mühüm rol oynayır. Bayaq soruşdun özün veriliş başlarında yaddaşsızlıq haqqında. Yaddaşı bərpa etməyin ən yaxşı yolu normal yuxudur. Çox təəssüf olsun ki, yuxusuzluq bugün insanların ən böyük problemidir. Ən böyük problem Azərbaycanda 2 faktordur. Biri susuzluqdur. Su bolurla insanlar su içmirlər, susuzluqdan yanırlar. O da qan qatılaşır, tromb əmələri, infarkt əmələ gəlir və dünyasını dəyişir. Və digər xəstəliklər, şəkər qalxır. Sən nə qədər su içsən, təbii ki, qanında şəkər aşağı düşəcək. Nə qədər çox su içsən, qan durulacaq, beyninə qan yaxşı gedəcək, miqren ağrıların azalacaq. Nə qədər çox su içsən, sənin mədən turşuluğunu yuyacaq və arıqlayacaqsan. Arıqlayacaqsan və yəni, normal çəkinə qaydacaqsan. Eləcə də yuxu. Nə qədər sən o deyilən yuxu, Yapon alimlərinin dediyi yuxunu, yəni 12-dən tez yatıb, səhər 5-ə qədər dərin yuxunu yatsan, dərin yuxu saat 10-dan 2-ə qədərdir, 2-dən 5-ə də orta yuxudur. Sən bu yuxuları yatsan, Hər şey əla olacaq. Hər şeyin əla olacaq.